Tovuzda baş verən dəhşətli ailə faciəsi ictimaiyyətdə müəyyən suallar doğurub. Qətli törədən 31 yaşlı oğlanın anadan gəlmə ruhi xəstə olduğu atası öləndən sonra aqressivləşdiyi deyilir. Bu cür ruhi xəstələri, psixoloji problemi olan şəxsləri evdə saxlayan, cəmiyyətdən gizlədən kifayət qədər insan var. Belə şəxsləri evdə saxlamaq nə dərəcədə düzgündür? Onlarla bağlı hansı tədbirləri görmək olar? Qobalifo azad danışan tibb elmləri doktoru Professor Adil Qeybula bildirib ki, bugün psixi problemi olan şəxslərin vərəm və müxtəlif yoluxucu xəstəliklərin gizlədilməsi yaxud evdə gizli şəraitdə müalicə alması adi hal alıb. İstər yoluxuculuq, istərsə də sosial təhlükələr baxımından ətrafda qorxu yaradan şəxslərin müalicə aldığı dövr ərzində cəmiyyətdən təcrid edilməsi mühüm şərtdir. Bunun üçün müəyyən bir sistem qurulmalıdır. Bəzən bu cür halları ictimai qınaq məqsədilə gizlədirlər. Bugünkü cəmiyyət belə şəxslərdən uzaqlaşır, özlərindən təcrid edirlər. Bununla bağlı təbliğat mexanizmi düzgün qurulmalıdır. Xəstəlik şəxsiyyət göstəricisi deyil. Hamı xəstələnə bilər və bu dövrdə müalicə edilməlidir. Əksinə əlil şəxslərə, ruhi xəstələrə cəmiyyətdə mərhəmət hissi olmalıdır. Bunu böyük bir kütləyə aşılamaq lazımdır. Onlara qarşı metadon proqram tətbiq olunmalıdır. Bu təkcə ruhi xəstələrə aid deyil. Çoxsaylı başqa situasiyalar da var. Narkomaniyadan əziyyət çəkənlər cəmiyyətdə özlərinə qarşı düzgün münasibət görmədiklərinə görə cinayət törədirlər. Hazırda dispanserizasiyaya ehtiyac var. Həmçinin hər evin ailə həkimi olmalıdır. Bu ona görə vacibdir ki, xəstələrin hamısı həkim nəzarətində olsun, ruhi xəstə olanlar ciddi şəkildə müalicə edilməlidirlər. Yalnız remissiya dövründə evə buraxıla və cəmiyyət içində ola bilər.